Hamınızı salam dostlar. Bugün sizlerle birlikte bu aralarda hamının bildiği Celebrate'ın bitişini danışacağız. Ve Celebrate'ı oynamayacağız. Direkt yani başka bir böyle oyunu oynayacağız. Onun sesini kısaq. Çünkü onda çok ses gelir. Celebrate'ın bitməsinin səbəbi yani eventlərin olmaması əslində olur, amma ya sim olmadığı üçün çox adam sevmir eventləri da. Kailos teksat eləyir. Ona görə yəni çox adam xoşlamır. Bu günləri yəni təzə gələcək yaz eventində simin təzə gətirəcək, yəni 3 həftədən sonra təzə gətirəcəyi o eventdə nələr olacaq videonun sonunda hamısını deyəcəyəm. Birinci, bəzi adamlar, yəni çox adam Celebrate'ı buraxdı. Həm belə maraqsız gəlməyə başladı. Məsələn, mən də buraxmışam indi. Əminəm ki, bir-iki aya Celebrate'ın dövrü qutarır. Yəni artıq indilərdən 100 minlərin altına düşməyə başlayıbdı. Sər dururam, görürəm ki, 90 mində zat Celebrate olur. Əvvəllər 2 milyon, 3 milyon zat oynanırdı event olmayanda. Amma indi event olanda, keçən dəfə Kailos'un eventində heç ondan da pis event, yəni şey olmuşdu. Yəni bu belə getmir. Semi dərhal geri gəlməlidir və Erint yəni makinasını gətirməlidir. Oyuncu sayısı yüksəlsə, yəni bəlkə geri dönüş eləyə bilər. Amma inan çox adam inanmır. Məsələn, geri dönüş eləsə 200 min nəfər zat, yəni sonra bir 200 minə çatar. Yəni təxminimcə bir-iki yox. Hə, baxın 1-2 aya Celebrate artıq mənim təxminimcə bir 30 min, 50 min zat oynanır bir aya. Çünki artıq dövrü qutar. Məsələn, indi oynadığım bu oyun 200 min oynanır. İndi Celebrate 130 min zat oynanır. Bu oyun yəni Celebrate çox pis dərəcələr gedir. Yəni oyun bilə-bilə özünü təhlükəyə atır. Yəni özümü ölümə sürükləyir. Semi event eləməməsi səbəbi də təzə bilən böyük update gətirməlidir. Amma bu yəni lap pis oldu. Deyəcək ki, həm maraq eləyəcəklər, həm oyuna zat döyəcəklər. Amma lap pis gedir vəziyyət. Ona görə yəni əlaqə şeylər zat gətirmək istəyirlər. Yəni belə çox adam buraxdı. Buraxmasınlar da yaxşı elədi. Ən yaxşı bir elotunuz varsa belə Dragon kimi, onu əldən yəni pulla çıxardın. Çünki yaxında oyun yəni son gələcək və onu pullarla satın. Yəni oyunu da buraxın, yəni sizə tövsiyə eləmirəm də. Yəni kim istəyir buraxsın, kim istəyir buraxmasın. Amma mənim fikrimcə də mən buraxacam oyunu. Tam buraxmayacam, eventlərə zat girəcəm bəzən. Amma yəni oyun batır. İsə bunu demək istəyirəm ki, oyunun bir ilotlarınızı əlinizdən dərhal çıxardın. Çünki yəni Celebrate batır. Yəni dediyim kimi, məsələn Dragon'a zad olan, məsələn sinif yoldaşlarıma, qohumuna və ya da kompüterdə əgər oynayırsınızsa, bəzi youtuberlar yəni item satış yerləri var. Ora qoya bilərsiniz. Məsələn, Dragon'a bir 20 manatsız qoya bilərsiniz. Yəni tövsiyəm bilət sizə. Olsa yəni oyunun axırı gəlir. Ona görə bunu eləmək də yaxşı ola bilər. Sizin üçün. Yəni amma buraxmağı çox da fikirləşmirəm. Trizat eləməyin. Pulla bir yerə almayın. Amma yəni kim istəyir alsın, mən demirəm almayın. Yəni alırsınızsa demirəm almayın. Sadəcə tövsiyə edirəm ki, məncə almayın. Yəni məncə də istəsiz ala bilərsiniz. Mən sizin fikirlərinizə qarşı gələnmərəm. Mən elə bir niyyətim yoxdur. Mən sizin fikirlərinizə qarşı gələnmərəm.
Ona görə sizə demək istədim, Silver Playrotu buraxın. Oyunun axırı gəlir və məsələn, əvvəllər 2 milyon oynanırdı event olmayan. İndi 100 kazad oynanır. 100.000 zad oynanır. Çox adam fərqində deyil amma yəni fərqində olmalıdırlar. Məsələn, indi 99 gecə Cinek Gizemi, sonra bir şanslı blok tekmələ falan oyunu var. İndi Silver Playrotu çox oynanır. Onun gəlirsə demək istədim, Silver Playrotu buraxın. Olsa da 1-2 ay peşman olacaqsınız. Yəni dediklərim məncə eləməniz, yəni eləyiniz. Gələcəksə də xeyir olacaq. Heç olmasa bir ən yaxşı qaranlığınız varsa, qaran bir 5 manat sinir yoldaşlarınıza sata bilərsiniz. Qohumlarınızdan oynayan varsa sata bilərsiniz. Məhəllədən oynayan varsa sata bilərsiniz. Yəni siz tövsiyəm oyunu buraxmağınızdır. Silver Playrotu sona gəldi. İndi sizə dedim. İndi Silver Playrotu təzə update-də nələr gəldi onu danışım. Təzə update-də Simin Arrange maşinası gələcək. Amma məncə pis fikirdir. Çünki məsələn kompüterdən zad oynayanlar yəni AFK saxlaya bilir. Amma telefondan oynayanlar 20 dəqiqədən sonra banlanır. Yəni server əgər 20 dəqiqə hərəkət eləmədən dayansaz, otomatik olaraq sizi serverdan atır. Məsələn, indi kompüterdən 3-4 gün saxlasalar, adamların yəni strawberry falan bağı çox olar. Ona görə yəni məncə gətirməməli idi. Amma bu öz oyunudur, yəni öz fikirlərinə görə eləyir. Təzə Füza təzə bir Playrotu gələcək. Adını tam bilmirik, amma 2 dənə event daha gələcək. Yəni Summer event, yəni yaz eventinə aid 2 dənə event gələcək. Çox adam yəni ümidsizdir. Məsələn, mən yəni o qədər yaxşı olacağına inanmıram. Çünki artıq elə bir qutarır, yəni dövr bitdi. Fikirləşirəm mən dövrün bitdiyini. Yəni çox adam məni istəyə bilər, yəni adamlar məni istəyə bilər, Silver bitməyib zat. Amma yəni mən ona görə demirəm. Yəni sizə demək istədiyim, Silver Playrotu yaxşı bir Playrotunuz varsa, məsələn, əldən çıxardan. Yəni mən o qədər ünlü deyiləm. Yəni bu videom keşfətə düşməyə bilər. Amma bunu izləyən varsa, yəni bilsin ki, yəni Silver Playrotunuz əldən çıxardın. Yəni sizə deyəcəyim budur. Semi bir də yəni təzə duyuru olaraq Carlos'un elədiyi eventin axırında gəldi, deyir ki, yəni eventdə də o qədər şey olub ki, yəni batıb ki, oyunda Semi Jande'yi də gətirəcək. Jande'lə yəni barış elanınıza kimi eləyəcəklər. Səfər bilmirik. Amma deyəsən təzə bir şans gələcək. Amma bu çox da yəni amma bunu çox da inanmadım. Yəni çünki 32 şans hər təzə gəldi. Yəni gələcəyinə çox da inanmıram. Yəni mənə dediklərim o qədər idi. Yəni sizə tövsiyəm oyunu buraxın. Sağ qalın. Zəhmət olmasa bu videonu izləyən varsa likelayın. Yəni keşfətə düşsün bu video. Yəni hamı görsün və yəni bu şəkildə əldən çıxardın. Mən bunu özəlliklə Azərbaycan xalqına deyirəm. Yəni bəzi türklər zat da var izləyən, yəni bəzi də əldən çıxardın, onu gedin pul eləyin, yəni pul qarşılığında satın. Sağ olun, sağ qalın. Bu günlük video bu qədər idi.